mən Gülşən Həşimova. Bugün sizlərə buraxılış imtahanına hazırlaşan zaman hansı suallara və hansı mövzulara diqqət etməliyik, bunlardan danışacağam. Bu izahımda hansısa bir testin izahı deyil və ya hansısa bir mövzunun izahı deyil. Ümumilikdə diqqət etməli olduğumuz mövzulardan danışacağam. Kanala abunə olmağı unutmayın ki, bizim izahlar yerləşdirilən zaman sizə bildiriş halında gəlsin. Bizə gəlin, daxil olaq Instagram səhifəmizə. Deməli, bu bizim Instagram səhifəmizdir. Burada hər gün Azərbaycan dilindən 5 qızıl qayda paylaşılır. Məsələn, elə birinci qayda üzərindən başlayaq danışmağa. Burada amonim sözləri qeyd etmişik. Xüsusən buraxılışda, imtahanda sizlərə lazım olan bəzi amonim sözlər var. Bax, məsələn, don sözü, qaz sözü, yan sözü, dad sözü, uçmaq, yad, qat, qarış, tala, oxşamaq, təsnif, kürü. Yəni bu sözlər siz mənalarını bilmədən belə yadınızda saxlayaraqdan buraxılışda bir sualınızın cavabını yazmış olacaqsınız. Sonra keçək digər bir məsələyə. Hər zaman birlikdə təhlil olunan şəkilçilər var. Yəni biz bunu heç vaxt ayıra bilmərik. Baxın, daçı şəkilçisini biz da və ki şəklində verə bilmərik. Bir dəqiqə. Aha. Deməli, da və ki şəklində qeyd edə bilmərik. Daçı şəkilçisi birlikdə götürüləcək. Acaq şəkilçisi ac və aq şəklində təhlil oluna bilməz. Sınızdır, ımızdır, madamdır, dıqdadır. Yəni bu şəkilçiləri biz heç bir halda təhlildə ayrı-ayrıqda təhlil edə bilmərik. Baxanda ilk baxışdan görünür ki, iki şəkilçi var sanki burada, amma xeyr. Bir şəkilçidir və bu şəkilçilər leksikdirmi, ya qrammatikdirmi? Təbii ki, leksikdir. Sonra keçək bura. Eyni köklü sözlərlə bağlı da özüm Instagramda çalışmışıq, maraqlı, həm gülməli, həm maraqlı formada olsun postlarımız. Ona görə mütləq Instagram səhifəmizə daxil olun. Bu hər gün paylaşılan paylaşımları görün. Deməli, eyni köklü sözlərdən qeyd etmişik. Bir ara eyni köklü sözlər buraxılışdan çıxarılmışdı, sonra əlavə olunur. Yəni bir də eyni köklü sözlər də sizin üçün lazımlı mövzu tiplərindəndir. Bundan başqa deməli mürəkkəb sifətdirmi ya zərfdirmi qarışdırılan bir qaydamız var idi. Cürbəcür, rəngbərəng, rəngarəng və növbənöv sözlərdir bu sözlər ki, bunlar zərf deyil, mürəkkəb sifətdir. Yadınızda saxlayın. Zərfdirmi? Xeyr, zərf deyil. Bəs nədir? Mürəkkəb sifətdir. Bəli. Sonra burada hecalı qoşmalarla bağlı bir məqam var idi ki, deməli bütün bir hecalı qoşmalar sözə bitişik yazılır. Bir dənə xas qoşması var ki, bəziləri hətta elə bilir ki, xas qoşma deyil, amma xas qoşmadır. O ayrı yazılır. Amma qalan bütün bir hecalı qoşmalar sözə bitişik yazılır. Bunu belə yadınızda saxlayın. Lakin xas qoşması isə sözə bitişik yazılmır, ayrı yazılır. Qoşmadırmı? Bəli, qoşmadır xasda. Sonra burada birin işlənmə məqamlarını qeyd etmişik. Bir say olur. Yəni biri həm say kimi işlədə bilirik, biri həm daha doğrusu zərf kimi əvəzlik deyəcəydim. Zərf kimi işlədə bilirik. Biri bundan başqa ədat kimi işlədə bilirik. Hətta biri isim kimi istifadə edə bilirik şəkilçi artırmaqla. Şəkilçi artırmaqla feil də edə bilirik. Görürsünüz, maraqlı qaydalardır. Yəni sıradan qaydalar deyil, xüsusən seçilib sizlər üçün hər gün yerləşdirilir ki, ən azından buraxılışa kimi demirəm gedib əzbərləyəsiniz çoxlu, əzbərləmədən hər gün elə Instagramda gəzmirsiniz, nəyəsə baxmırsınızmı? Həmin o baxıb gəzmək vaxtınızı bizim səhifəmizə daxil olursunuz, beləcə maarifləndirici məqsədlə istifadə edirsiniz. Sonra burada maraqlı bir məqam qeyd etmişəm ki, hansı eyni cinsli qoşa samitli sözlər fərqli tələffüz olunur. Bunu p, p, t, t, ç, ç, g, g, y, y-dır. Siz bunu pətək qoy sözü ilə yadınızda saxlaya bilərsiniz. Baxın, p, p, t, t, ç, ç, g, g, y, y. Yəni bunlardan tələffüzündə fərq yaranır. Deməli, öz qarşılığına keçir də. Məsələn, baxın, bir nümunə verim. Hətta sözünü götürək. Hətta sözünü götürək. Həttada 2 dənə t var. T-nın biri d-ya çevrilir. Gördünüz? Yəni bu qaydanın da mahiyyəti budur ki, eyni cinsli qoşa samitli sözlərdə biri digərinə keçə bilir. Və keçən eyni cinslilər də bunlardır. P, p, t, t, ç, ç, g, g, y, y. Bunu da asan yadda saxlamağın yolu pətək qoy sözü ilə yadınızda saxlayın. Məsələn, baxın, 2 dənə qoşa y var. Bu da eyni cinslikdə. Ədəbiyyat sözündə 2 dənə y var. Bəs bu niyə çevrilmir? Məhz ona görə qaydanın şərtində də qeyd etmişəm ki,
hansı eyni cinsli qoşa samiti sözlər fərqli tələffüz olunur? Yəni hamısı fərqli tələffüz olunmur axı. Bəzilərində biri düşür, biri qalır. Bəzilərində elə olduğu kimi qalır. Məsələn, bu rəssam sözü. Rəssam sözündə nə olur? 2 dənə s olduğu kimi qalır. Yəni dəyişmə baş vermir. Yəni amma bunlarda isə dəyişir. Biri keçir digərinə. Bundan başqa digər qaydamıza baxaq. Kar, kol, lal, şil bu sözlər sifətdir və cümlədə asanlıqla isimləşə bilir. Yəni yadınızda saxlayın ki, kör sözü, kar sözü, lal sözü, şil sözü bunlar isim deyil, sifətdir. Baxın, kör tutduğunu buraxmaz. Kim? Kör. Yəni mən sual verəndə kim sualını verirəm və beynimdə yaranır ki, kör sözü isimdir. Xeyr, kör sözü isim deyil. Kör sözü nədir? Sifətdir. Bəs niyə kim sualına cavab verib? Axı sifətin kim deyə bir sualı yoxdur. Sifətin sualı necə sualıdır? Düzdür? Necədir? Nə cürdür? Hansıdır? Bəs burada niyə kim sualına cavab verdi? Çünki isimləşib. Yəni onun isimləşməsi isim olması anlamına gəlmir. Morfoloji baxımdan sifətdir. Sadəcə isimləşib. Bununla bərabər mən bir qaydanı da bura əlavə edeyim ki, məsələn, dəmir, qızıl, gümüş bu sözlər də isimdir. Amma sifətləşə bilir. Məsələn, baxın, dəmir qapı. Necə qapı? Dəmir qapı. Onda mən deyim ki, dəmir sözü sifətdirmi? Xeyr, isimdir. Sadəcə morfoloji baxımdan isimdir, amma o da sifətləşib. Yəni hər kim sualına cavab verən isimdir deyə bir şey yoxdur. Hər nə sualına cavab verən isim deyə bir şey yoxdur. Hər necə sualına cavab verən sifətdir deyə bir şey yoxdur. Yəni o bir növ isimləşə bilər, sifətləşə bilər. Bax bu məqamlara diqqət etmək lazımdır. Deməli kar, kör, lal, şil bunlar sifətdir və asanlıqla isimləşə bilir. Dəmir, qızıl, gümüş bunlar da isimdir, asanlıqla sifətləşə bilir. Bu belə. Sonra keçək digər qaydamıza. Toplu isimlərlə bağlı maraqlı bir qaydamız var. Toplu isimlər canlı varlıqlar yaradır və ilxı, sürü, naxır, komanda, alay, ordu, xalq, cəmaət, əhali, ictimaiyyət, dəstə, briqada, tabor bunların hamısı nədir? Toplu isimdir. Üzüm, salxım, qarğıdalı bunlar toplu isim ola bilməz. Yadınızda saxlayın. Tez-tez testlərə düşür. Çoxu da qarışdırır, fikirləşir ki, toplu isimdir. Amma toplu isim deyil. Niyə? Niyəsi də budur ki, toplu isimlər canlı varlıqları yaradır. Bəs bunlar axı canlı varlıq deyil. Bax, bu nöqteyi nəzərdən yanaşaq. Sonra keçdi. Bunlar deyəndə, yəni mən salxımı, qarğıdalını nəzərdə tuturam ki, yəni canlı deyil. Sonra musiqi alətlərinin amonimliyinə baxaq. Musiqi alətlərindən qanun, dəf, ud, saz. Bunlar amonimlik təşkil edir. Qanun məsələn həm musiqi alətdir, həm qayda deməkdir. Dəf həm musiqi alətidir, həm nə isə dəf eləmək, yəni qalib gəlmək mənasını ifadə edir. Ud həm musiqi alətidir, həm udmaq feili kimi düşünmək olar bunu. Saz həm musiqi alətidir, həm də saz yəni sağlam mənasında düşünülə bilər. Bu da belə. Bu oldu bizim Instagram səhifəmizdə hər gün yerləşdirilən, qızıl qaydaları əhatə edən, dünəndən etibarən başladığımız silsilə bir layihədir ki, bunun sayəsində siz Instagramda boş vaxt keçirmək əvəzinə maraqlı qaydalar öyrənib bir çox biliklərə yiyələnəcəksiniz. Xüsusən buraxılışa hazırlaşan və yaxud digər imtahana hazırlaşanlar. Azərbaycan dilindən, həmçinin digər fənlərdən sizlərə daim dəstək olmağa çalışırıq. Ona görə kanalımıza abunə olun. Instagram səhifəmizdə bir daha göstərirəm. Deməli, bu bizim səhifəmizdir. Baxın, yuxarı hissədə qeyd edirsiniz. MİQ sertifikasiya. Bax, bu şəkildə yazırsınız. MİQ altdan xətt sertifikasiya. Bunu yazmaqla bizim səhifəmizə daxil olursunuz və bir-birindən maraqlı paylaşımları görürsünüz. Bəzən əyləncə xarakterli paylaşımlar da paylaşılır sizlər üçün. Yəni bunları görərəkdən həm maraqlı formada öyrənirsiniz, həm də ümumilikdə bizim nəticələrlə tanış olursunuz. Sağ olun, salamat qalın. Bizi izləməyi unutmayın ki, maraqlı paylaşımlardan xəbərdar olasınız. Həmçinin də Instagramda boş vaxt keçirmək əvəzinə buraxılışa hazırlaşmış olasınız. Növbəti izahlarda görüşərik. Sağ olun.